Cadunun təsirindən necə qorunmaq olar? İnananlar üçün üsullar. Cadunun varlığı və onun insan həyatına təsiri müxtəlif dinlərdə, mədəniyyətlərdə və inanclarda yüzillərdir müzakirə mövzusudur. İslam, xristianlıq, yəhudilik kimi səmavi dinlərdə belə cadunun varlığından bəhs edilir. Hər nə qədər elm bu halları psixoloji vəziyyətlərlə əlaqələndirsə də, inananlar üçün cadunun pozulma yolları ciddi şəkildə araşdırılır və tətbiq olunur. Ölkə az, bu inanc çərçivəsində geniş yayılmış və işlək sayılan bəzi metodları təqdim edir. 1. Qurani-Kərim ayələri ilə ruqyə oxumaq. İslam inancına görə cadunun ən təsirli pozulma yolu ruqyə adlanan qoruyucu dua və ayələrdən istifadədir. Ən çox oxunan ayələr bunlardır. Fələq və Nas surələri, cadudan və şeytani şərdən qorunmaq üçün. Ayətül Kürsi, Bəqərə surəsi 255-ci ayə. Bəqərə surəsinin son 2 ayəsi 284-286. İnanclara görə düşünülür ki, bu ayələr gündəlik olaraq səhər və axşam oxunduqda cadudan və gözə görünməyən təsirlərdən qoruyur. 2. Sirkə və duz ilə təmizlənmə. Bəzi təcrübəli inanclı şəxslərə görə cadunun yerləşdirildiyi məkanın energetik təmizliyi üçün istifadə olunan vasitələr arasında duz və sirkə ön plandadır. Evin künclərinə dəfnə yarpağı, iri duz qoymaqla mənfi enerjinin udulduğuna inanılır. Sirkəli su ilə ev silmək isə cadunun yerləşdirildiyi ehtimal edilən əşyalardan və enerjidən azad olunma üsulu sayılır. Bu üsullar Anadolu və Orta Şərq bölgələrində yayılmış xalq təbabəti və enerji təmizləmə metodları əsasında istifadə olunur. 3. Tapılmış cadunu yandırmaq və ya axar suda yox etmək. İddialara görə, əgər cadunun yerləşdirildiyi obyekt, ip, saç, kağız, sümük, parça və sair tapılıbsa, onu axar suda yox etmək və ya Bismillah deyərək yandırmaq cadunun təsirini pozur. İnanclara əsasən bu zaman dua oxumaq və Allahdan qorunmaq əsas şərtdir. 4. Qoruyucu dualar və nəzərliklər, nəzərdən qoruyan əşyalar. Xüsusilə gözə görünməz varlıqların təsirindən qorunmaq üçün qarışıq dualar yazılmış kağızların evin girişinə və ya üstə taxılması, mavi muncuq, qurğuşun əridib tökmək nəzərliklərdən istifadə ənənəvi qorunma vasitələri sırasındadır. Bəzi ruhanilərin fikrincə, bunlar insanın energetik sahəsini qoruyur və cadunun ona nüfuz etməsinə əngəl olur. 6. Təcrübəli ruhaniyə müraciət. İnanclı insanlar cadunun təsirindən tam azad olmaq üçün icazəli ruqyə oxuyan din adamlarına, təcrübəli duaçılara müraciət etməyi məsləhət bilir. Mənbələrə görə belə şəxslər adətən cadunun hansı şəkildə edildiyini hiss edir və onu pozmaq üçün fərdi ruqyə və təmizləmə proqramı hazırlayırlar.